Möhtəşəm bir şey etmiş ki, belə gülürsən öz-özünə, şir nəriltisi, şir mırıltısı da. Quran oxumağına bax, sənin. Güya Qurandan sitat gətirirsən. Necə olur ki, Mürşid bəy, Maide surəsinin 3-cü ayəsində وَكُمْ دِينِكُمْ أَتْمَمْتُ لَكُمُ الْإِسْلَامَ دِينًا. Bax, burada mən gülməliyəm. Yəni, gülmək tutur məni. Bir də qulaq as gör, nə oxumursan? Necə olur ki, Mürşid bəy, Maide surəsinin 3-cü ayəsində Bu də demək, də, sonlu təsiri dəyişsən. Nə olub böyle? Salamatçılıqdır ümumiyyətlə. وَكُمْ دِينِكُمْ أَتْمَمْتُ. Ləkum dinikum ətməmtu. Mükəmməl. Ne yazırsan ki, səhv tutmuşam səndə. Hə, özündən xəbərin yoxdur ya kişi. Yəni, öz səhvlərinlə məşğul ol. Bir ömür sənə ancaq öz səhvlərinlə məşğul olmaq lazımdır. Bu nədir kişi? Maide surəsinin 3-cü ayət. Hansı Qurandadır bu? Yəqin sərdəbədə olan Qurandan sənə göndəriblər, oradan oxursan yəqin. Bir də qulaq asaq, bir şey mən səhvə eşidirəm. لَكُمُ الْإِسْلَامَ دِينًا. Necə olur ki, Mürşid bəy, Maide surəsinin 3-cü ayəsində وَكُمْ دِينِكُمْ أَتْمَمْتُ لَكُمُ الْإِسْلَامَ دِينًا. Ləkum dinukum ətməmtu ləkum li-İslamə dinə. Mükəmməl. Mükəmməl. Ləkum dinukum. Hələ bir yaşın da məndən, kim bilir 30 yaş, 40 yaş məndən bağlasan, sizə dərs keçim, dərs deyim, ayıbdır. Azərbaycan xalqında, bizim xalqımızda böyük kiçik var. Allah ayıbdır. Ağac nə qədər çox bar versə, başın əyər. Sən birincisi elmli deyilsən, zaten oxuduqlarından bəllidir, danışdıqlarından bəllidir. İkinci də deyək ki, elmlisən, burada gəl sən dərs keçərəm. Adamın yapışarlar xırtdəyindən, deyərlər ki, gəl demədim, dərs keçərəm, gəl keç. Gəlin kesə biləcəksən. Yapışaram yaxından, demirəm, demədim, dərs keçərəm, gəl keç, gəl mənə Quran-ı Kərim öyrət. Baxaq görəsən, nə oxumursan? Maide surəsi 3-cü ayət. Bu ki, mən bilmirəm. Bu ki, bizi alladıblar. Ola bilər də. Bu ki, Quran-ı Kərim təhrifi olmuş, xəbərimiz yoxdur. Maide surəsi 3-cü ayət. Baxaq görək. El-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinə. Bu təhrif olunmuş Quranda, ona görə Tabərsini unutduq, Təbərsi kafiri. Bir daha oxuyum. El-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinə. Ayət kəlmə belədir. Sənin möhtəşəm şeyx Necə olur ki, Mürşid bəy, Maide surəsinin 3-cü ayəsində وَكُمْ دِينِكُمْ أَتْمَمْتُ لَكُمُ الْإِسْلَامَ دِينًا. Mükəmməlsən, şovmen. Ləkum dinukum ətməmtu ləkum li-İslamə dinə. Mən düşünürəm ki, yəni möhkəm soyuq olub sənə. Yəni içki-içkili deyə bilmərəm. Yəni yəqin ki, bərk soyuq olub. Ya da ki, o ildırım səsini zaten böyle çox vermirsən, şir mırıltısı, şir nəriltisi, at kişnəməsi, nə bilim, yəqin ki, başına düşüb qarışdırmırsan. İndi də nə bilim, yəni bəlkə sizdə başqa Quran var. Ola bilər. Heç nə, altı bazar gələrsən, dərs verərsən mənə, Quran-ı Kərim öyrədərsən mənə. Davam edəcəyik inşallah.